May ayının ikinci yarısı Günəşdə yeni geomaqnit dalğalanmalar gözlənilir. Lentaz yazır ki, son monitorinq məlumatlarına görə Günəş aktivliyi yüksək olacaq. Bu da uzun müddətli geomaqnit stresinə səbəb olacaq. Mayın 15-i Günəşdəki geomaqnit qasırğa 5 bal gücünə çatacaq. Bu gücdə qasırğa qırmızı səviyyə olaraq bilinir. Təbiət hadisəsi səhər qan damarlarına əhəmiyyətli dərəcədə yük yarada bilər. Miqren tutmaları və ümumi emosional qeyri-sabitliyə səbəb ola bilər. Mayın 16-sında qasırğanın pik həddi müşahidə ediləcək. 5 bal gücündəki qasırğada aktivlik səviyyəsi kritik olaraq qalacaq. Əvvəlki günün yorğunluğunu daşıyan orqanizmdə qan təzyiqi kəskin arta bilər və yuxu pozğunluqları ilə reaksiya verə bilər. 17 mayda maksimum stres gözlənilir. İndeks bir qədər sabitləşsə də, qasırğa hələ də 5 bal gücündə olacaq. Bu, hava şəraitində həssas şəxslərin şiddətli bədən ağrıları və yorğunluq hiss etmə ehtimalı var. Mayın 18-də qasırğa tədricən azalacaq. Narahatlığın intensivliyi 4 bal gücündə olacaq. Bu, sarı təhlükə səviyyəsi deməkdir. Maqnitosfer sakitləşməyə başlayacaq, lakin baş ağrıları və yorğunluq riski axşama qədər davam edəcək.